ABCD rombdur. BY 4 cm-dir və DO-nun OY-yə nisbəti 3-ün 2-yədir. Bura 3Y qoyuram, bura 2Y qoyuram. Və bizdən perimetr istəyir. Rombdursa bütün tərəflər bərabərdir. Baxın, mən bura alfa qoysam, onda burada alfadır. Çünki qarşılıqlı bucaqlardır. Bura bir beta qoysam, burada betadır. Çünki bunlar çarpaz bucaqlar, daxili çarpaz. Bura bir gamma qoysam və burada gamma olacaq. Bunlar da daxili çarpaz bucaqlardır. Deməli, burada 2 dənə oxşar üçbucaq alınır. Y, O, C üçbucağı oxşardır A, O, D üçbucağına. İndi gəlin, buradan oxşarlığı tətbiq edək. Bax, bu üçbucaqda alfanın qarşısında yoxdur. Bura bir K qoyuram. Daha doğrusu X qoyuram. X qoysam, alfanın qarşısında X-in, buradakı alfanın qarşısında nə var? Rombun bütün tərəflər bərabər olduğuna görə bura 4 üstə gəl X olacaq. 4 üstə gəl X-a nisbəti bərabərdir. İndi betanın qarşısında nə var? 2Y. 2Y-in bu üçbucaqda betanın qarşısında var 3Y. 3Y-ə nisbəti. Y-lər ixtisar gedir, çarpaz vuraq. 8 üstə gəl 2X bərabərdir 3X-ə. X də bərabərdir 8-ə. Bizə deyir rombun perimetrini tap. Deməli, rombun tərəfi nə idi? Baxın, bu rombun tərəfin A-nı işarə edilsə, A bərabərdir 4 üstə gəl X. Yəni, 4 üstə gəl 8, o da bərabərdir 12. Perimetri də olacaq 4A. Yəni, 4 vurulsun 12 bərabərdir 48 cm. Cavab 48 olacaq.